Deməli, baxın müəllimlər. Bu sualımız, birinci sual. Mən qrupada atmışdım bunu. Gedib mətanət müəllimə imtahana, Bilqeyis müəllimə imtahana, Könül müəllimə imtahana, MİQ imtahanına. Bu sual ona düşübdür. Bu nə sualıdır? Faiz sualı. Biz faizi keçdikdə elə deyilmi? İndi gəlin görək bu suala necə yanaşmaq olar. Bir yerdə yanaşaq. Nə deyir? Birinci ərintidə qızılın misə nisbəti 1-in 2. Bax, birinci ərinti yazıram 1, ikinci ərinti yazıram 2. İmtahana getmişsiniz də, faiz keçmişik. Bax, 3 sualın üçünü də göstərəcəm. Görün nə qədər sadədir. Əslində çətin bir şey varmı burada? Baxın, birinci ərintidə qızılın misə nisbəti. Bura yazıram qızıl, bura yazıram mis. Nisbət nədir? Bax, birincidə x olsun, ikincidə də 2x olsun. Və yaxud da k olsun, 2k olsun. Fərqi yoxdur. İkinci ərintidə isə, bax, eyni sual, MİQ sualıdır. Bax, 2025-ci il, bax, görürsünüz nə yazmışam? 2025-ci il MİQ sualı. İkinci ərintidə isə yenə qızılın misə nisbəti bu səfər 2k-nın 3k-ya kimidir. Bax, nə deyirsə yazdım. İmtahana getmişəm, hələ ki, həyəcan da məni bir tərəfdən basıbdır. İndi mənə nə deyir ki, bu ərintilərin hərəsindən nə qədər götürmək lazımdır ki, bax, tutalım ki, bir şirin çaydır. Şirin çaydan bir qurtum da içsəz, onun içindəki şəkər oranı eyni qalacaq. 10 qurtum da içsəz, eyni qalacaq. Yəni, götürürəm. Birinci ərintidən götürürəm 3x qədər, ikinci ərintidən də götürürəm 5k qədər. Şəkər nədir? Deyir ki, alınan qarışıq 25 qram olur. Bunu bir yerdə qeyd edib cibimdə saxlayıram. Məndən əsas sual nə soruşur? Deyir ki, alınan ərintidə qızılın misə nisbəti. Baxın, qızılın misə nisbəti deyir. Qızıl burada x-dır, burada 2k-dır. Yəni, x üzərinə gərək 2k-nın, ikisini qarışdır, baxın, misə nisbəti 2x üzərinə gəlinsin 3k kimi. Gördünüz mü? Nəyə bərabər olsun ay müəllimlər? Deyir 16-da 9-a bərabər olsun. Bitdi, getdi. Da burada çətin nə var ki? Heç nə dang eləyəcəm, gedəcək indi. Baxın, vururam çarpaz. 16 dənə x üzərinə gərək 32k bərabərdir 18 dənə x üzərinə gərək 27k-ya. İndi buradan 2x bərabərdir. Deməli, qoyun baxım. 2x bərabərdir 5k-ya. Bax, x ilə k-nın əmsalları qarşılıqlı sadə ədədlərdir deyə x-a k-nın, k-ya isə x-in əmsalını deyə bilərəm. İndi mənə nə deyir? Mənə deyir ki, x ilə k-nı tapdım. Mənə bax, x-i tapdım 5. Bəyəx nə yazmışdım? Ay mətanət müəllimə. Yazmışdım ki, 3 dənə x üzərinə gərək 5 dənə k bərabərdir 25. Buradan k-nın 10 olduğu, yəni bunun, bura nə demişdik biz? Bu nəyin nisbəti idi? Deməli, misin nisbəti idi. Misin 10 nisbətində olduğunu görürəm. Qızılın isə 3 vurulsun 5, 15 nisbətində olduğunu görürəm. Yəni, birindən 15 götürüb, birindən 10 götürübdür. Bax, bu MİQ 2025 sualıdır. Nə qədər izah edirəm deyə. Da bir dəfəlik bunu məsələn çıxıb yazmıram da. 2k-nı da göstərirəm, 5k. Amma orada siz tez-tez yazıb nə edə bilərsiniz, görə bilərsiniz. Mən burada hamı başa düşsün. Bax, bu MİQ 2025 idi. İndi mən hər mövzunu bu şəkildə izah edəcəm. Görərsiniz, çətindir, yoxsa çətin deyil. Yaxşı mı? İlin sonunda buna siz qərar verərsiniz. Sonra keçər. Keçək, bax, bu da MİQ 2024 faiz sualıdır. Elə bilin ki, MİQ 2026 faiz sualıdır. O da belə bir sual olacaq. Gəlin, baxaq. Nə deyir? Birinci qabdakı duzun suya nisbəti, yenə birinci qab götürürəm, Telpəri müəllimə. İkinci qab götürürəm. Birinci qabdakı duzun suya nisbəti deyir. Bura yazıram duz, bura yazıram su. Altdan yazaq da rahat olsun. Bura yazıram su. Burada yəni yazıram duz, bura yazıram su. Birinci qabda 1-in 2-yə nisbəti. Yəni k-nın 2k-ya nisbəti. İkinci qabda da 3-ün 4-ə nisbəti. Yəni 3m-in, buna aid nə qədər işləmişik biz? 4m-ə nisbəti. Deyir, bu məhlulları qarışdırmaq lazımdır ki, duzun suya nisbəti 3-ün 4-ə nisbəti, 2-nin 3-ə nisbətində olsun. Bu məhlulları qarışdırsaq əgər biz, bax, burada yəni 3k-nın 4m nisbətini soruşur da bizdən. Daha doğrusu 4m yox, 7m nisbətini soruşur bizdən. Elə soruşur da. Eyni tipli suallarda hər il fırlanır. Baxın, k-nı tapsaz, m-i tapsaz əslində burada vurub cavabı tapa bilərsiniz. İndi qarışdırıram. Qarışdıranda mən nə etməliyəm? Duzla, yəni k ilə bu tərəfdəki duzu birləşdirirəm. Nisbət deyir axı. Bölürəm. Buradakı su ilə buradakı suyun
cəminin, yəni birləşdirmişəm də, suyuna suyu birləşdim, duzla duzu. Bərabərdir, neçə olsun? 3'də 2 olsun. Söda mənimlə çarpaz vurub qaynanəmi tapırsınız da. Gəlin vuraq, çarpaz vuraq. Deməli 3 dənə k üzərinə gərək 9 dənə m bərabərdir. 4 dənə k üzərinə gərək 8 dənə m. Buradan k'nın m'ə bərabər olduğunu gördüm. Yəni burada ikisindən birinin yerinə birini yazsaq dıngıldayıb gedəcək. Yəni 3'ün 7'yə nisbəti kimi qalacaq. Bu da belə. İndi keçək 2023-cü ildə faizdən düşmüş suala. Bu da 2023 sualdır. Bu lap su idi da yəni ki. Bax nə deyir? Deyir ki A kilogram 40%. 40% nə deməkdir? Yəni 0,4'ə. O gün mən həmişə seçirəm. Miqə düşə biləcək, sertifikasiya düşə biləcək suallar hansı kitabda varsa, hansı mövzudan, oradan işlədirəm. Çünki sizin gərəyinizə bu yetir. Nəyə lazımdır ki, mənasız suallar işləyəsiniz? Baxın, 0,4a üzərinə gəlinsin. Nə deyir burada? Qarışdırıram da bir-birinə müəllimlər. Maddə bölünsün, məhlul vurulsun 100%. Maddəmiz nədir? 0,4a duz. Bunun da içində nə qədər duz var? 0,2 b qədər duz var. Bəs maddə məhlul nədir? A ilə B-ni toplayanda məhlulu alıram da, elə deyilmi? Da faiz nisbətinə yox, özünün. Vurulsun 100%, bərabərdir nə alınıb deyir? 28. Burada püf nöqtə nədir? Nədə çaşırlar Ləman müəllimə? Bütün müəllimləri deyirəm. Baxın, A bölünsün bir ixtisar olunmayan adi kəsirdir. Məntiqlə fikirləşsəm, natural ədəd keçmişəm. Adi kəsir keçmişəm. A bölünsün B ixtisar olunmayan adi kəsir demək nə deməkdir? Yəni A ilə B bir-biri ilə ixtisara getmirsə, bunlar necə ədədlərdir? Qarşılıqlı sadə ədədlərdir. Çarpaz vurub çıxsız 40 dənə A, 20 dənə B bərabərdir. 28A topla 28B. Sadələşdirirsiniz. 12 dənə A 8B'yə bərabərdir. Bax, A'ya B'nin B'yə A'nın əmsalını deyə bilmirəm. Nəyə görə? Çünki qarşılığı sadədir. İxtisar aparıram. Deməli, 3 dənə A bərabərdir 2 dənə B'yə. Baxın, mətanət müəllimədə yazıb. Yəni A-ya 2 deyərəm, B-yə isə 3 deyərəm. Məndən də bunun cəmini soruşur. Ola bilər ki, bir dəfə də imtahana düşər, hasilini soruşar. Yəni faizdən düşmüş 3 ildəki sualları gördük.